Ya Allah, hər vaxtınız xeyir olsun, əziz xalqımız, əziz millətimiz. Allah sizlərə bərəkət versin. Əziz dostlar, bugün yenə Biləcəri qəsəbəsində, baxın, qarşıda gördüğünüz bu gözəl evimizi inşallah sizə təqdim edəcəyik. Əziz dostlar, deməli ev ümumən 2 sotda inşa olunub. 2 sot torpağın içində inşa olunub. Evin tam yaşayış sahəsi, əziz dostlar, 103 kvadratdır. 3 otaqdır, amma kvadratı genişdir. 103 kvadratdır. Baxın, belə bir podvalı da var. Podval sesi var. Gel durum. Demək, evimizin kombisi, minütkası buraya yerləşdirilir. Podvalda gördüğünüz kimi qupquru bir ərazidir, nəmişliyi olmayan bir ərazidir. Digər otaqların altından gördüğünüz kimi keçid var, əziz dostlar. Podvalın quru olmağı görsənir. Qiymət də çox münasibdir. Tam 2 sotun içində inşa olunub, əziz dostlar, bələdiyyə tərəfdarı da var. Salam olsun. Əziz dostlar, daxil oluruq evimizin dəhlizinə. Burada belə bir geniş yataq otağımız var. Gəl göstər Turan. 4'ün 3 yarımalı, bax bu yataq otağı. Siz orada devam etməklə. Burada isə belə bir qonaq otağıdır, genişdir maşallah. Genişdir, bunun ölçüsünü biz əvvəlcədən adətən ölçülərdir. Əmi buranın neçədir bu qonaq otağı? 7 metr var beləsi. 6-8, yəni 7'nin təxminən 5'dir burası belə. 7'nin 5'ə, əziz dostlar. Ev sahibindən soruşuruq, 7'nin 5'ədir, 35 kvadrat. Qonaq otağıdır maşallah, 3 otaq olmağına baxmayaraq, doğrudan da geniş bir evdir, sahəsi 103 kvadratdır. Daxili sahəsi, əziz dostlar, 103 kvadrat. Baxın, burada da belə bir burada mətbəx studiyadır, gördüğünüz kimi. Mətbəx də genişdir. Ev kamera sistemi ilə burada, əziz dostlar, əmin olunub. Deməli, 4 dəqiqdir, 4'ün 4 yarıma olar bu. Uzunluğu uzundur. 4'ün 4 yarımadır. Yəni 16-17 kvadrat, əziz dostlar. Bax, belə bir yataq otağımız var burada da. Hamamızda qovşağı. Kifayət qədər genişdir. Dört yarımın dördədir, baxın bax, mətbəx. 4 yarımın dördə. Çox gözəldir, əziz dostlar. Hündürlüyü də 3 metrdən hündürdür. Əziz dostlar, evimizin qiyməti endirilir. Əvvəl biraz baha çıxmış satışa. Deməli, yəni təkrar edirəm. 2 sotda inşa olunub, tam yaşayış sahəsi 103 kvadrat metrdir. 3 otaqdan ibarətdir, podvalı da hündürdür gördüyünüz kimi. Qupquru bir ərazidir, yerləşmə yeri əsas. 92 və 170 nömrəli marşrutlarda maksimum 200 metr məsafədədir. 3 son nömrəli məktəbin 100 metr olmaz heç. Maksimum 100 metrlikdə əziz dostlar, qiyməti də 95 min manata deyilir ev sahibi tərəfindən. İnşallah ki, alıcı və satıcı arasında razılıq olunacaq. Allah xeyir versin, Allah'ın da satışına da əziyyət keçən hər bir kəsədir. Əziz dostlar, hər birinizdən xahiş edirik səhifəmizi bəyənib videolarımızda rəy yazmağı unutmayın ki, növbəti satışa çıxan evlərimizdən sizin də xəbəriniz olsun. Sizin də satış təminatçınız varsa bizimlə əlaqə saxlayın, gələk çəkək, paylaşaq və satılmasında köməklik göstərək. Allah evi olmayanlara ev qismət eləsin.